Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izləyicilərimiz. Bugün sizi elə bir həyət evi ilə tanış eləyəcəm ki, inanın ki bu evimiz heç satışda bir həftə qalmayacaq. Səbəb də budur ki, evimiz həm şəxsi tikilidir, üstəlik də ev əşyaları ilə birlikdə satışa çıxıb. Videonun sonuna qədər izləyin. Evin bütün məlumatları videomuzun daxilində qeyd olunur. Evimizin yerləşmə yeri Zabrat qəsəbəsidir. Zabratda 198 sayılı marşrut yolunun yaxınlığında yerləşir. Ümumilikdə 4 sot torpaq sahəsindədir, 4 otaqlıdır, 1 otaqda evin əlavə həyətindədir. İstəsəniz oranı yay mətbəxi kimi və yaxud istəsəniz həyətdə istirahət otağı kimi də istifadə edə bilərsiniz. Yəni həyətdəki otaqla bir yerdə ümumilikdə 5 otaqdır. Evimizin ümumi sahəsi 130 kvadrat metrdir. Qazlı suyu işığı daimidir. Mərkəzi kanalizasiya sisteminə qədər hamısı var. Evin heç bir zabora evə bitişiyi yoxdur. Hər tərəfindən zabordan məsafəsi saxlanılaraq tikilib və hər bir tərəfi kamera sistemi ilə təchiz olunub. Evin həyətini görürsünüz, tamit daşlarından döşənilib. Evimiz tamamilə şəxsi tikili evdir. Uzun müddətdir ki ev tikilib. Sağ tərəfində gördüyünüz kimi belə bir bağ hissəsi var. Hətta burada yataq otağından da bağ hissəsinə çıxış qapısı qoyulub. Evə keçəndə içərdən yenə sizə oranı göstərəcəm. Ünvanımız Zabrat qəsəbəsidir. Evin həyətində manqalxanası var. Padvala girişi var, evin çardağına girişi var. Hər bir tərəfi yaşayış olan yerdir. Evin həyətinə bir neçə maşın tam rahatlıqla daxil ola bilir. Kombi hissəsi evin padvalındadır. İndi isə keçə evin içi ilə sizə tanış edeyim. Evimiz dəhliz sistemlidir. Dəhlizdən otaqlarına bölünür. Bir daha qeyd edirəm ki, nə əşya görəcəksinizsə satış zamanı hamısı qalacaq. 2 dənə əşyadan başqa xaladelnik kondisioner götürüləcək. Bu evimizin dəhliz hissəsidir. İnanın ki, mətbəxi o qədər gözəldir ki, mən evlərdə geniş mətbəxi çox sevirəm. Mətbəximizdə istifoldan ibarətdir. Bu xaladelnik götürüləcək, bir də kondisioner. Qalan nə şey görsəniz satış zamanı qalacaq. Mətbəxi, hamam sanitar qovşağı istifoldur. Solda yerləşir geniş bir qonaq otağımız. Ev dairəvi qoşadaşla tikilib, pəncərələr hamısı şəbəkə pəncərə. Evdə istilik sistemi kombidir. Qiyməti isə 105.000 manatla satışa çıxıb. Real alıcılara qiymətdə çox cüzi bir endirim olunacaq. Yəni böyük endirim gözləməyin. Əşyalarla birlikdə inanın ki, ev demək olar ki, sizə havayı düşür. Evin altı beton, üstü kəmər, 4 bir tərəfi qoşadaş. Burada xalça ilişir qapı. Bura bir yataq otağı. Burada da yeni mebelləri var. Bura növbəti bir yataq otağı. Az öncə bu qapını sizə çöl tərəfdən göstərdim. Əziz YouTube izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Sizin də satışda evləriniz varsa, mənimlə əlaqə saxlayın. Evinizin satışına tez bir zamanda köməklik göstərin. Burada evin hamam sanitar qovşağı. Sənəd bələdiyyə sənədi qiyməti 105.000 manat. İzlədiyiniz üçün təşəkkür edirəm.